Hantavirus əsasən gəmiricilər vasitəsilə yayılan zoonoz infeksiyadır. Mütəxəssislərin sözlərinə görə virus insanlara birbaşa deyil, dolayı yolla keçir. Ümumiyyətlə, hantavirus insanlara daha çox gəmiricilərdən keçən bir xəstəlikdir. Əslində, çox nadir hallarda görülən bir xəstəlikdir. Çox geniş yayılmış bir infeksiyon xəstəlik deyil və insan əsas yoluxma yolu nədir ki, gəmiricilərin, siçanların nəcisi, sidiyi və yaxud da tüpürcəyindəki qarışmış hissəciklərin insan tənəffüs yoluna keçməsi ilə yoluxa bilər ki, bu da özünü bir çox simptomla göstərə bilər. Halsızlıq, yorğunluq, qızdırma, baş ağrısı, ürək bulanma, qusma kimi şikayətlər ola bilər. Mütəxəssislər bildirir ki, xəstəlik nadir olsa da bəzi hallarda ağırlaşma halları ilə müşahidə edilir. Xüsusilə Amerikanın bəzi bölgələrində rast gəlinən hantavirus növü ağciyərləri zədələyərək ölüm təhlükəsi yaradır. Yoluxma halları Asiya, Avropa və Amerika qitəsində qeydə alınır. Bu günlər isə Argentinadan başlayan gəmisində qeydə alınan yoluxma yenidən dünya mediasının gündəmini zəbt edib. Maldarlıqla məşğul olanlar, əgər orada gəmiricilərin onların uzaqlaşdırılması, dərmanlanması normal aparılırsa, ev heyvanları və ya hər hansı bir iri baş, kiçik baş heyvanlarlıqla məşğul olanlarda bu təhlükə yoxdur. Səhiyyə Nazirliyi isə bildirir ki, ölkədə bu virusa yoluxma faktı aşkarlanmayıb. Hazırki vəziyyət əhali üçün narahatlıq doğurmur. Əhaliyə isə profilaktik məqsədlə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur. Jalə Gözəlova, Zaur Həşimov, Sədrəddin Mirzəyev, Telisəhər.